Ayxan, bax, dəryaz döyülməlidir. Dəryaz döyülmədi deyə, ona görə dəryaz küt olur. Şimdi bunu bitirəndən sonra gedib dəryazı döyəcək ki, qoy dəryaz küt olsun. Bax, mən səndən biraz böyüdüm. Biz gedirdik atamla, dəryazla ot salır, ot biçirdik. Əziz dostlar, bugün deməli Mart ayının 15-idir. Mən əkdiyim reqrastı artıq Mart ayının 5-indən biçməyə başlamışam. Biz deməli bu bitkini əkdik oktyabrın 30-u. Düzü mən bu otu əkməkdə məqsədim o idi ki, qışı heyvanları otarım. Bu illəri payız pis keçdiyi üçün ona görə biz bu məqsədimizə çatmadıq. Amma çox yaxşıdır. Yəni biz indiyə qədər mən görməmişdim ki, hər hansı bir ot və yaxud da taxıl bitkisi Mart ayının 5-dən biçilməyə başlasın. İstəsəydik Mart ayının 1-dən biçməyə başlayardıq. Çox yaxşı ot növüdür. Deməli, əslində biz bunu biraz tez əkməli idik. Sentyabr, oktyabr aylarında bizim bölgə bunu göstərir ki, sentyabr ayında biz artıq bunu əkməli idik. Mənim torpağıma lazer veriləcəkdi deyə, yaxşı suvarmaq üçün. Ona görə mən gecikdim. Haradasa bir ay gecikdim. O bir ayda mənə çox ağır başa gəldi. Çünki indiyə biz bu otdan daha gözəl istifadə edə biləcəkdik. Deməli, bir dənə də problemimiz var. Bu hissə qara torpaq hissədir. O biri gördüyünüz hissə isə qumsal hissədir. Yəni mən bunu deməkdə məqsəd odur ki, əkənlər daha ehtiyatlı davransınlar bu bitkini əkəndə. Çünki o qumsal hissədə daha çox torpağa batırdı toxum. Qara torpaq hissə bərk olduğu üçün torpağa çox batmadı toxum. Ona görə belə yaxşı nəticə əldə edə bildik. Qumsalda isə daha çox batdığına görə biraz o hissə hal-hazırda indiki kimi söz yox, düzələcək, amma gecikdi. Əziz dostlar, mən bu reqrastı əkəndə daha bir ilkə imza attım. Artıq mən bunu deməli yonca bitkisi ilə qarışdırıb əkdim ki, iyun ayında bu reqrast dayanacaq. Bu isti bitkisi deyil. Ondan sonra o vaxta qədər mən bu bitkini deməli qarışıq biçəcəyəm. Ondan sonra isə artıq sırf yonca biçməyə başlayacağım. Yəni ki, o qalan müddəti torpaq boş qalmasın. Əkmək istəyənlər olsa əksin. Heyvanların daha keyfiyyətli yemlə təmin etmək istəyən olsa, yəni bundan gözəl, bundan yaxşı ot növü yoxdur. Çalışın əkin. Mən də əvvəl əkəndə çox adam deyirdi ki, ay burada olmaz, ay nə bilim heç kim əkməyib. Halbuki mən əkdim, çox gözəl də effektini görürəm. Bundan sonra daha yaxşı olacaq. İndi 21-i yağış yağacaq, 20-si də mən bunu mövsümü gübrələyəcəyəm. Gübrələyəndən sonra artıq daha yaxşı nəticə əldə eləmiş olacağım. Çalışın siz də ilk iş görəndə qorxmayın. Bu sizə həm yaxşı təcrübə olar və həm yaxşı iqtisadiyyatınıza daha yaxşı kömək olar. Uğurlar, hər birinizə uğurlar. Mən də sizinlə birlikdə vaxt ayırıb baxdığınıza görə təşəkkür edirəm.